kimlər psixoloqa müraciət etməlidir? Bəli. Birinci cavabım budur ki, hamı. Sanki dünya bir zaman başa düşdü ki, əslində özündən bir xəbərdir. İnsan özündən bir xəbərdir. O sizin həyatınızı idarə edəcək və siz buna talih adı qoyacaqsınız. Talehin belə gətirdi, qismətin belə oldu və s. Yox, sağlam insan yoxdur. Özünü sağaltmış insan var. Ona görə insan özünü aldada bilərmi? Alladır. Alladır. Bunun müasir psixologiyada adı müdafiə mexanizmləridir. İnsan öz resursunu, öz imkanlarını görəndə başa düşür ki, bura mənim yerim deyil. 20-ci əsrin necə adlandırıldığını soruşsaq, yəqin ki, çoxlarımız texnologiya, süni intellekt əsri kimi cavablar verəcək. Amma az adam bilir ki, müasir əsrimiz həm də psixologiya əsri adlanır. Niyəsini isə Amerika Psixoloqlar Assosiasiyasının üzvü, Qapı Psixologiya Mərkəzinin təsisçi və direktoru, psixoloq, yazar İlqar Kamildən soruşacağıq. İlqar bəy, xoş gəldiniz. Xoş gördük, sağ olun. Xoşdur ki, dəvətimizi qəbul elədiniz və düşünürəm ki, çox maraqlı bir müzakirə izləyicilərimizi gözləyir. 20-ci əsrin əvvəllərində təşəkkül tapmış psixologiya elmi ən yeni elmlərdən biridir. Necə oldu ki, bir əsr ərzində bu qədər həm populyarlaşdı, həm insanlar bu elmə ehtiyac duydular və dünyanın demək olar ki, hər yerinə yayıldı. Təşəkkür edirəm dəvət üçün. Mən də ümid edirəm ki, çox maraqlı söhbət olacaq. Mənə görə həmişə deyirəm bunu, ədəbiyyat tarixinin ən böyük misrası ey özündən bir xəbər, qafil oyandır. Nəsiminin misrasıdır. Ey özündən bir xəbər, qafil oyan. Biz bu suala cavab vermək üçün ki, niyə psixologiya bu qədər məşhurlaşdı, bu qədər populyarlaşdı və ehtiyac duyuldu ona, psixologiyanın nə olduğunu bilməliyik, psixologiya elminin. Hətta mən bir dəfə yadıma gəlir, illər əvvəl yazmışdım ki, dünyanı psixologiya elmi xilas edəcək və dostlar narahat olmuşlar ki, siz necə belə düşünə bilərsiniz? Mən orada da yazmışdım ki, bəlkə siz sosial şəbəkələrdə gördüyünüz, düşünürsünüz ki, psixologiya budur, amma psixologiya bu deyil. Psixologiya çox böyük bir elmdir, dərin bir elmdir və mən yenə də hələ də bu qənaətdəyəm ki, doğrudan da xilas edə biləcəksə nəsə dünyanı, o da psixologiya elmi olacaq. Niyə bu qədər məşhurlaşdı? Çünki böyük bir ehtiyac var. Çünki Nəsiminin misrasındakı dediyimiz ey özündən bir xəbər qafil oyan, sanki dünya bir zaman başa düşdü ki, əslində özündən bir xəbərdir. İnsan özündən bir xəbərdir. Yaxşı, burada öz deyəndə nə nəzərdə tutulur? Ey özündən bir xəbər. Təbii ki, bu misranın irfani, digər şərhləri var. Biz bugün psixoloji aspektdən istəyirik bu məsələyə yanaşaq. Ey özündən bir xəbər qafil oyan. Psixologiya elmi gəldi bu özü araşdırmağa. Çox maraqlı. Ümumiyyətlə, başlanğıc olaraq psixologiya elmi araşdırmaq üçün gəlmişdi. Yəni, insanın bir duyğularını, düşüncələrini və davranışlarını, 3D deyirlər də buna. Düşüncələrini, duyğularını və davranışlarını araşdırmaq. Yəni, insan niyə belə edir? Niyə bu qərarı verir? Niyə bu seçimi edir? Və s. bütün məsələlərdə insan niyə belə düşünür? İnsan niyə belə hiss edir? İnsan niyə belə davranır? Çox vacib sual idi. Niyə? Niyə sual? Psixologiya böyük bir niyə sualdır. İnsan niyə belə davranır? Və bütün bunları başladı araşdırmağa, əslində insanı anlamağa çalışırdı əvvəldə psixologiya elmi. Sadəcə insan yapısı belədir də, insan naturası, ruslar demiş belədir. Bir şeyi araşdırandan sonra elə ki öyrəndi onu, başlayır onu idarə eləməyə, istiqamətləndirməyə. Öyrənəndən sonra ki, insanın duyğularına bu təsir edir, davranışlarına bu təsir edir, başladı bunu əlavə etməyə ki, psixologiya elmi, yaxşı, biz indi bu necə idarə eləyə bilərik ki, insan belə yox, belə düşünsün. Belə yox, belə davransın. Artıq təsir eləyir. Təsir etsin, digər tərəfə. Başladı idarə eləməyə və bu populyarlaşdı ona görə ki, gördü ki, əslində psixologiya elmi böyük bir idarəçilik elmidir. Və insanlar bundan əvvəl də, məsəl üçün, insanlar təsadüfi olaraq təsirlənirdilər hansısa fikirlərdən, hansısa düşüncələrdən. Məsələn, ədəbiyyat kitabları, ümumiyyətlə kitablar böyük ölçüdə insanlara faydalı olurdu, fayda verirdi. İnsanlar özləri ondan təsirlənirdilər, təsadüfən təsirlənirdilər. Təsirlənmənin yollarını bilmirdilər. Psixologiya gəldi bunun yollarını başladı araşdırmağa. Necə eləmək lazımdır ki, insan örnək götürsün və s. Ona görə müxtəlif sahələrdə o qədər böyük ehtiyac duyuldu. Sizin də bayaq qeyd elədiniz ki, mən də elə düşünürəm ki, 20-ci əsrin və 21-ci əsrin birlikdə ən böyük kəşfi mənə görə psixologiya elmidir. Gərçi təəssüflər olsun ki, öz həqiqi simasını ortaya qoya bilməyib. Bu da bir çox sahələrdə olduğu kimi psixologiya elminə də
o yamaq olan, onu imitasiya edən, dərindən bilməyən mütəxəssislərin sayəsində Azərbaycanın özündə də indi hələ də psixologiyaya doğru baxış yoxdur və dünya çapında da belədir. Müxtəlif sahə, xüsusən də psixologiyanın psixoanaliz qolu dərinləşəndən sonra ki, əvvəldə Freud, Jung və s. onlar insanın şuuraltı mövzuları gündəmə gələndən sonra ki, böyük ölçüdə bizi sən demək bizim şuuraltımız idarə eləyir. Yəni bunlar oxuduqlarım deyil, yaşadıqlarım, bildiklərim, öyrəndiklərimdir. Görürəm ki, doğrudan da böyük ölçüdə insanın şuuraltısı idarə edir və psixologiya bütün bunları araşdırır və insanı istiqamətləndirə bilir müxtəlif sahələrdə. Mən həmişə deyirəm, məsəl üçün insanlara baxanda, hətta liderlərə baxanda, ailələrə baxanda, müxtəlif vəziyyətlərə baxanda deyirsən ki, onun yaxşı bir mütəxəssis olsaydı, yaxşı bir psixoloq olsaydı, o müəyyən seanslara qatılsaydı, güman ki, belə yox, belə davranardı. Vəziyyət xeyli dəyişərdi. Məsələn, biz bunu xırda çapda ailə münasibətlərində görürük də. Görürük ki, ailələr gəlir terapiyalara və müəyyən şeyləri, düşüncələrinin kökünü öyrənəndən sonra, davranışlarının əsasını, kökünü öyrənəndən sonra dəyişməyə başlayırlar. İnsan görür ki, mən özümü idarə edə bilərəm. Çox maraqlı bir şeydir. Baxın, psixologiya beynin işləmə mexanizmini öyrənir. Biz indiyə qədər elə bilirdik ki, bir insan ki, beyni onu idarə eləyir, beyninlə falan, elə bilirdik bu üstünlükdür. Halbuki xeyr, beyin çox unikal bir instrumentdir. İnstrumentdir, sadəcə instrumentdir. Halbuki bu günləri böyük əksəriyyət insanları beyinləri əsir götürüb. Onlar beyni idarə edir. Halbuki insan özü beynini idarə etməlidir. Mən bir dəfə yazmışdım ki, elə elin ki, beyniniz sizə işləsin. Beynimiz böyük ölçüdə bizim əleyhimizə işləyir. Davalara salır, ailə münasibətlərini dağıdır və bütün bu, bizim sloqanımız belədir, psixologiya mərkəzi olaraq. Başımıza nə gəlirsə, başımızın içindən gəlir. Əksərən bu belədir də. Ona görə bir var, nevroloji olaraq, mənim bir dənə həkimim var, nevroloqdur. O məsələn mənə deyir ki, sənin başının içində baş ağrılarının səbəbi nədir, bu nədir filandır. Yəni beynin fiziki olaraq beynin içini bilir, amma o mənim pasiyentimdir eyni zamanda. Mən ona deyirəm ki, sən nəyi düzləmirsən, beynində nəyi belə düşünmürsən deyə belədir. Niyə görə məsəl üçün ailə münasibətlərində bu problemlər var və s. və s. Ona görə çox böyük söhbətdir. Biz elə podkastın mövzusu olaraq təkcə bu sualın üstündə danışsaq kifayətdir, o qədər dərin mövzu. Məsəl üçün paradigma mövzusu var. Paradigma mövzusu nədir? İnsanın paradigmasının formalaşması. Psixologiyada deyirlər, ilk 5-6 yaş ərzində insanda paradigma formalaşır. Müxtəlif həyata baxış formalaşır. Müxtəlif sindromlar falan, psixologiyada danışılan sindromların böyük əksəriyyəti bizdə uşaq vaxtında formalaşır. Məsələn, bir nümunə olaraq deyirəm. Məsələn, hətta deyirlər ki, uşağın valideynlə bağlanma məsələsi var psixologiyada. Deməli, uşaq ağlayır, müxtəlif səbəblərdən dolayı ağlayır. Ya acıb ağlayır, ya təmiz hava istəyir ağlayır və iki cür burada ana var. Bir ana laqeyd anadır, öz işindədir. Məsəl üçün də indi müasir dövrdədirsə, telefondadır, məşğuldur, seriala baxır və s. Və uşaq orada ağlayır. Birinci növ analar dərhal uşağın qulluğundadılar, ağlayan kimi gəlirlər, niyə ağladığını, ehtiyaclarını təmin edirlər. İkinci növ analar isə laqeyddirlər. Bu zaman uşaqda pis dünya və yaxud sahibsiz dünya sindromu formalaşır. Mən Moskva psixologiyanı oxuyanda orada bizim bir müəllimimiz vardı, professor deyirdi ki, hətta ateizmin kökü belə bələkdə qoyulur. Sahibsiz dünya. Uşaq deyir ki, mən bir dünyadaydım ki, mənim ehtiyaclarım hamısı vaxtındaydı. Mən elə bir yerə gəlmişəm, acıram amma mənə yemək verən yoxdur. Gecikir də hər şey, istədiyim vaxtı olmur. Mən nəfəs ala bilmirəm, mənim baxan yoxdur. Və uşaqda sahibsiz dünya. Bu dünya sanki sahibsizdir axı. Buranın bir yiyəsi yoxdur ki, ateizmin kökü belə bələkdə qoyulur. Və ona görə, məsəl üçün, tanınmış bir mütəxəssis var, Sinelnikov. Azərbaycanda kitablarda, bir xeyli kitabları tərcümə olunub. Ukraynalı, amma dünya şöhrətli bir mütəxəssisdir. Valeri Sinelnikov. Onun kitablarının birində maraqlı bəhs var, paradigma bəhsindən bağlı. Şuuraltı bəhsindən bağlı. Deyir ki, mənim bir dənə pasiyentim var idi və bu pasiyent adi bir apendisitdən əməliyyat olmuşdu, amma bunun yarası sağalmırdı. Gedirdi həkimlərə, həkimlər də ki, əməliyyat çox uğurlu olub, heç bir bu sağalmalıdır, heç olmamalıdır, amma sağalmırdı. Axır bunu göndəriblər psixoloqa ki, bəlkə bu psixosomatikada da belə bir elm var. Psixosomatika, psixologiyanın bir qoludur. Göndərirlər, Sinelnikov deyir ki, müxtəlif xeyli seanslardan sonra hər dəfə mən onu əməliyyat masasına qaytarırdım ki, bunun kökünü tapım.
Niyə bu sağalmır? Bir gün bir şey yadına düşdü və başladı danışmağa. Pasient dedi ki, hə, belə bir şey olmuşdu. Əməliyyat masasında deyir. Mən o teta dalğası deyilir. Narkoz vurulanda bir dalğa var, teta dalğası. Yuxuluqla oyaqlığın arasıdır. Tam getməyib, hələ buradadır. Həmən o dalğadaydım. Deyir, həmən vaxt gördüm ki, mənim doktoruma zəng gəldi. Telefonu götürdü və başladı danışmağa ki, hə, əməliyyat eləyirik, amma sağalmayacaq. Bu xatirəni danışır. Belə bir şey olmuşdu, yadına düşür. Svidrigaylov deyir, deyəsən mən məsələn kökünü tapdım. Gedirlər birlikdə, xəstəxananı tapırlar, həkimi tapırlar ki, bu nə məsələ idi? Həkim anlaman edir ki, başqa bir pasient üçün idi o. Soruşmuşdular məndən. Mən başqa bir pasient üçün, başqa bir əməliyyat üçün bunu demişdim. Amma teta dalğasında paradigma açıqdır deyə, insan beyni şuuraltı açıqdır deyə, ora düşüb ki, əməliyyat eləyib, yara sağalmayacaq. Özü üçün qəbul eləyib və buna görə yara sağalmır da. Müxtəlif nümunələr gətirir Svidrigaylov orada. Bir nümunəsi, ən aydın nümunəsi budur ki, həqiqətən də biz bəzən də öz paradigmamızdan, şuuraltımızdan, oradakı nələrin olduğundan bixəbər oluruq. Psixologiya elmi bütün bunları araşdırmaq üçündür. Və bütün bunlar bizim həyatımızı idarə edir. Məsələ budur. Carl Gustav Jung'un məşhur bir fikri var. Deyir ki, siz şuuraltını şuura gətirməyincə, yəni şuuraltını öyrənməyincə, o sizin həyatınızı idarə edəcək və siz buna talih adı qoyacaqsınız. Talihim belə gətirdi, qismətim belə oldu və s. Yox, məsələ şuuraltıdır. Bizim seçimlərimizə, ailə münasibətlərində kimi seçirik. Hətta indi davranış psixologiyası var da, indi dünyada çox məşhurdur, çox kitablar yazılır bu haqda. Biz marketə gedəndə niyə bunu deyil, bunu alırıq və s. Bunlar hamısı öyrənirlər. Hamısı psixologiyadır və həqiqətən də həm öyrənirlər, həm idarə edirlər insanları yaxşı mənada, yəni idarə edirlər. Buna görə psixologiya elmi məşhurdur. Mən Moskva psixologiyanı oxuyanda bizim bir müəllim var idi. Deyirdi ki, mən oxuyanda mənim müəllimim deyirdi ki, mənə psixologiya elmi gələcəyin elmidir. İndi də deyir, mən sizə deyirəm ki, psixologiya elmi gələcəyin elmidir. İndi də mən sizə deyirəm ki, həqiqətən də hələ də mən düşünürəm ki, bu sahəni dərindən araşdıran, öyrənən, öyrənməkdən zövq alan bir adam kimi deyirəm. Müxtəlif istiqamətlərini də Avropa, Şərq və s. müxtəlif istiqamətlərin psixologiyasını bilən adam kimi deyirəm ki, psixologiya hələ tam istədiyi, lazım olduğu yerdə deyil. İnsanlar lazım olduğu faydanı ondan almırlar. Müəyyən mənada inamsızlıq var. Təqribən bir 20 il filan, 15 il, 10 il bundan qabaq maraqlı bir tendensiya başlamışdı. Psixologiyaya doğru bir inam yaranmışdı. Təəssüf ki, yəni bir daha qeyd edirəm, yarımçıq işini bilməyən səthi mütəxəssislərin sayəsində və sosial şəbəkələrdə o paylaşımların sayəsində yenidən psixologiyaya belə bir maraq etdi də, yəni də psixologiya budursa, təəssüf. İlqar bəy, sizin nitqinizdə də bunu gördük ki, psixologiya demək olar insan həyatının həm hər tərəfini əhatə eləyir və dolayısıyla da demək olar ki, hər kəs gərək peşəkar olmasa da ən azından minimum psixoloji biliklərə sahib olsun. Eyni zamanda biz psixologiyaya baxanda görürük ki, çox şaxələrə bölünür. Təhsil psixologiyası, sosial psixologiya, yaş psixologiyası, inkişaf psixologiyası, pedaqoji psixologiya və s. Terapiyalarda yüzlərlədir. Bu göstərir ki, yenə dediyimiz kimi hər kəsin gərək bu psixoloji biliyi olsun. Onda sual belə çıxır da, kimin psixoloji biliklərə, psixoloji məlumatlara ehtiyacı var? Təkcə valideynlərinmi, müəllimlərinmi? Çünki dediyiniz kimi bəzən ananın bir sözü övladın bir ömür taleyinə təsir edə bilər. Həkimin bir sözü pasiyentin gələcək həyatına təsir edə bilərsə, kimlər psixologiyanı öyrənməlidir? Və kimlər peşəkar psixoloq olsun, kimlər sadəcə məlumatlı olsun? Psixologiya elmi çox ehtiyac duyulan bir sahə olduğundan dolayı bu qədər məşhurdur. Düşünürəm ki, uşağından tutmuş, hətta təkcə valideyn deyil, uşaqlardan tutmuş valideynlər, həkimlər, xətiblər, müəllimlər və s. hamısının psixoloji bilgilərə ehtiyacı var. Mən xeyli əvvəl podkastların birində danışmışdım ki, mənə görə hətta peyğəmbərlər öz dövrlərinin ən güclü psixoloqları oldular. Təbii ki, psixologiya elmi 19-cu əsrin ikinci yarısından sonra elm kimi
formalaşdı. Söhbət bundan getmir. Söhbət psixoloji gedişlərdən gedir, psixoloji yanaşmalardan gedir. Biz onların istər Quran-Kərimdə, istər ümumiyyətlə rəvayətlərdə, davranışlarını araşdıranda, tədqiq eləyəndə biz APA-da bunu dəfələrlə müzakirə edirdik burada mütəxəssislərlə birlikdə ki, Yəni APA, yəni Amerika Amerika Psixoloqlar Assosiasiyasında biz xeyli müzakirə edirdik bunlarla bağlı və mənim qənaətim bu idi ki, bunlar da bir resursdur və daxil etməlidir. Yəni tədqiq olunmalıdır və bunda heç bir problem yoxdur. Əvvəldə biraz belə qəribə yanaşma var idi, amma sonradan o qədər danışmışdıq da bu qəbul olunmuşdu ortamda. Ki həqiqətən də bunların gedişlərində, yanaşmalarında, məsələn Quran-Kərimdə Həzrət İbrahimin müxtəlif orada hadisələr, gedişatlar var. Onların hamısı psixoloji gedişatlardır. Yəni bu günləri müasir psixologiya bunları öyrənirdir ki, bunun adı budur, adlarını qoyur termin olaraq. Bu budur, bu texnikanın adı budur. Gerçi onlar bəlkə bunu texnika kimi eləmirdilər, amma bütün hallarda psixoloji gedişlər onların həyatında var idi. Nəyə görə var idi? Çünki bu ehtiyacdır. Çünki insan psixologiyadır. İnsan ibarətdir psixologiyadan. Ona görə müxtəlif valideynlər, övladlar, müəllimlər hamısı müəyyən mənada bu elmdən xəbərdar olmalıdırlar ki, ən azından məsələn valideynlər ona görə xəbərdar olmalı ki, valideyn başa düşməlidir ki, bu fərqindəlik olmalıdır ki, uşağa böyük zərərlər verə bilər. Əgər o yanaşmalar olmasa, o bilgiləri olmasa, uşaqlar o paradigmanın formalaşdığı dövrdə, o dövrdə uşağa böyük zərərlər verə bilər və ona görə bunlardan mütləq xəbərdar olmalıdır. Amma mən işi çətinləşdirməyin tərəfdarı deyiləm. Yaxında bir digər podkast var idi, Yaxşı Valideyn adında, orada danışdım. Bir gün bir valideyn gəlmişdi, bir cüt ailə gəlmişdi qəbulumuza, bir 15-20 dənə kitab gətirmişdi qucaqlarında uşaq tərbiyəsi ilə bağlı. Ki bunlar Türkiyədən gəlib, bunlar rus dilindən tərcümə olunub, bunlar Avropadan və s. Və biz bunların hamısını oxumuşuq, dəli olmuşuq, biz yaxşı valideyn deyilik və s. Mən ondan sonra bir ehtiyac duydum, bir təlim qoyduq. Uşaq tərbiyəsində esensializm adını qoyduq. Esensializm yəni gövhərə qayıdış, əsas məsələlər. Ki bu məsələləri nəzərə alsaz, da rahat ola bilərsiniz. Yəni bu qədər qəliz, mürəkkəb, bu qədər xırdaçı deyil də. Belə olmamalıdır. İnsanı əksinə valideynləri gərginləşdirirlər və gərgin bir valideyn gərgin övlad yetişdirir. Bu qədər gərginliyə ehtiyac yoxdur. Müəyyən vacib məsələlər var ki, onları nəzərə almaq, onları riayət eləmək uşağın sağlam, özgüvənli, münasibətlərini doğru quran bir uşaq kimi formalaşdırmasında böyük dəstək ola bilər valideyn. Bəs müəllim, əgər psixoloji biliklər bu qədər önəmlidirsə, bunları biz necə əldə eləyək? Mənbə kimi, resurs kimi, sadəcə YouTube-dan izləməkmi olar, kitablarmı və seçim necədir? İndi internet ən böyük kitabxana kimi telefonumuzdadır, cibimizdədir. Təbii ki, biraz da naşı adam üçün çətin olur seçim eləmək. Bəli. Bilirsiniz necədir? Mən kitablar və s. bunlar öz yerində. Mən düşünürəm ki, mövzumuz psixologiyadırsa, növbəti suallardan biri bu olacaq ki, kimlər psixoloqa müraciət etməlidir? Mən birinci cavabım budur ki, birinci cavabım var buna. Birinci cavabım budur ki, hamı. Hamı psixoloqa müraciət etməlidir. Bu biraz qorxuducu ola bilər. Çünki hamı bunu eşidəndə deyəcək ki, yəni mənim psixoloji problemim var. Mən izah edəcəm onu. Baxın, məsəl üçün, mən təlimlərimdə həmişə bu haqda danışıram. Hətta yadımda gəlir, təlimlərin birində bir vəkil bir layihə təqdim etmiş. Mən bunu danışandan sonra dedi ki, biz dövlətə hətta belə bir layihə təqdim edə bilərik. Söhbət nədən gedir? Bir var, maşın xarab olur və biz bunu aparırıq stoya. Bir də var texniki baxış. Texosmotr deyirlər, texniki baxış. Texniki baxış nədir? Orada maşın xarab olmuyor. Sadəcə gedirsən, yoxlatdırırsan ki, nə qaydasındadır, nə deyil və s. müxtəlif məsələləri yoxlayırlar və deyirlər ki, bu hər şey qaydasındadır. Birinci mənada ki, deyirəm ki, hamı psixoloqa müraciət etməlidir, texniki baxış olaraq. Çünki təəssüf ki, insan özündən bixəbərdir. Normalda insan fikirləşir ki, mən yaxşıyam da, hər şey qaydasındadır. Nə var ki, mən psixoloqa müraciət edirəm. Amma yaxşı mütəxəssis sizlə bir saat söhbət edəndə hətta havadan sudana lətifə danışa bilərsiniz. Müxtəlif söhbətlər həyatla bağlı. Yaxşı mütəxəssis görər ki, sizdə nə var, sizdə nə yoxdur. Zaten məsəl üçün bizə müraciət edən pasientlər çox qəribədir ki, məsəl üçün başqa bir sualla gəlirlər, başqa bir narahatlıqla gəlirlər. Və biz prosesdə görürük ki, başqa narahatlıqları var. Əslində bu holistik baxış deyirlər buna. Holistik baxış nədir? Məsəl üçün deyir ki, İbn Sinanın yanına xəstə gəlirdi mədə ağrısı ilə. İbn Sina onun dişini müalicə edirdi.
Çünki bütünü bilir, dişi də bilirdi, mədəni də bilirdi. Deyir ki, sənin dişlərin çürükdür. Sənin mədəni müalicə eləsək, bir aydan sonra yenə xarab olsun. Dişlərdə problem var. Bu holistik baxış budur. Görürsən başqa bir narahatlıqla gəlir. Görürsən ki, bu törəmə narahatlıqdır. Əsas narahatlıq başqadır və özünün də heç bundan xəbəri yoxdur. Ona görə texniki baxış kimi düşünürəm ki, bu maraqlı bir şeydir, maraqlı bir klass olmalıdır. Yəni burada eyib nə olan var? Tibbdəki check-up müayinə kimi. Check-up müayinə kimi, bəli. Ümumiyyətlə indi bir istiqamət yaranıb psixologiyanın özündə də, səhiyyənin özündə preventiv səhiyyə deyirlər. Bəli. Preventiv səhiyyə nədir? Yəni profilaktik səhiyyə. Yəni bir var ki, səndə müəyyən simptomlar var, iş-işdən keçib müraciət edirsən. Bir də var ki, gedirsən, yoxlayırsan, sənə deyirlər ki, hətta belə səhiyyədə deyək görə bilirlər ki, 5 ildən sonra səndə hansı xəstəliklər gözlənilir və onun qarşısını almaq. Mən bunu səhiyyə ilə bağlı oxuyanda düşündüm ki, psixologiyanın da preventiv psixologiyasını yaratmaq olar. Bir təlimlərin birində danışmışdım bu haqqda. Preventiv psixologiya nədir? Səndə heç bir simptom yoxdur. Müraciət edirsən. Mütəxəssis deyir ki, sən bu həyat tərzin ki var, bu həyat tərzi səni hara aparır? Səndəki bu düşüncələr ki var, bu düşüncələr səni hara aparır? Qarşıda səni nələr gözləyir? Bunu mütəxəssis qabaqcadan bilə bilir. Ona görə birinci mənada hər kəs psixoloqa müraciət etməlidir. Mən bunu təlimdə danışanda vəkil təklif elədi ki, hətta dövlətə bir layihə vermək olar ailələrlə bağlı. Məsələn, biz ailələrlə bağlı təəssüf nə görürük? Görürük ki, pərdə yırtılıb, iş-işdən keçib gəliblər. Niyə biz buna? Bu söhbətləri bəzən özləri deyir ki, biz məsələn 5 il bundan qabaq ailə qurmasından əvvəl və yaxud əvvəlinci ilkin illərdə biz bilsəydik, bəlkə də bu səviyyəyə gəlib çıxmazdı. Bunu yəni bütün qəlbimlə inanıram ki, məsələn, Sokrat deyirlər, bunun şəhidi idi də. Sokratın məşhur ifadəsi bundan ibarət. Sokrat deyirdi ki, bütün məsələ bilməkdir. İnsanlar deyir, ona görə pislik eləyirlər ki, yaxşılığın həzzini bilmirlər. Bildirmək lazımdır. Ona deyirdilər ki, yox Sokrat, axı bilənlər də var. Deyir, onlar bilmirlər. Onlara elə gəlir ki, bilirlər. Bilməyin də dərəcələri vardır, dərəcəli vücuddur. Ona görə bilmək çox böyük şeydir. İnsan bilsin, öyrənsin, kökünü görsün və himməti olsa dəyişməyə, inanın ki, həqiqətən psixologiya elmi layiqli yerini tutsa və insanlar mütəxəssisin dediklərini tətbiq etsələr ki, bu da işin içində var. Baxın, Azərbaycanda tez-tez yazırlar. Müxtəlif ölkələrdə var bu ümumiyyətlə psixologiyanın, psixoloqların fırıldaqçılığından bağlı və s. və s. Böyük ölçüdə, müəyyən ölçüdə haqlıdırlar. Amma işin bir tərəfi də var, digər tərəfi də var. Pasient müraciət edir, obrazlı desə, məsəl üçün deyir ki, müəllim, mən üşüyürəm. Tamam. Mütəxəssis araşdırır ki, sən niyə üşüyürsən? Araşdırır və deyir ki, hə, məlum oldu, sən ona görə üşüyürsən ki, evinizin pəncərəsi açıqdır. Bu qədər. Mütəxəssis sən əvəzindən durub pəncərəni bağlaya bilməz. Hətta müasir psixologiyada deyirlər ki, mütəxəssis hətta deyə bilməz ki, dur pəncərəni bağla. O sən deyəcək ki, sən ona görə üşürsən ki, sənin pəncərən açıqdır. İndi sən o pəncərəni bağlamayacaqsansa, üşüyəcəksən, deyəcəksən ki, psixoloqlar işə yaramır. Yəni, psixoloqun verdiyi tövsiyələr, tapşırıqlar, göstərdiyi köklər var ki, indi bu pəncərə misalında bəlkə rahatdır, durursan pəncərəni bağlayırsan, amma bəzi psixoloji məqamlarda çətindir o tətbiq, o deyilən tapşırıqları və s. eləmək. Ondan dolayı görürsən ki, insan gəlir və heç bir nəticə görmür. Amma insan bunun fərqindəliyini başa düşsə ki, məsələ budur, inansa, güvənsə, inanın ki, insanın həyatında möcüzələr yarada bilən bir sahədir. Onda bu qənaətə gəlirik ki, psixoloqun işi pasiyentə göstəriş vermək və ya onun əvəzinə hansısa davranışı sərgiləmək deyil. Reallığı pasiyentin gözü önündə sərgiləməkdir. Eynən. Tamamilə doğrudur. Hətta birlikdə çox maraqlıdır ki, o Montessori təlimləri var, onların məşhur bir sloqanı var. Deyir ki, mənə kömək et ki, mən özüm edim. Mən özüm. Bu terapiyalarında təməl daşıdır. Yəni sən pasiyentə onun əvəzindən belə elə filan, hətta səhvlərini göstərə bilməzsən. Bu pəncərə nümunəsində yadıma gəlir, mən oxumuşdum sizin yazılarınızı birində, deyəsən belə qeyd etmişdiniz ki, hətta istəyər pasiyent pəncərəni bağlayar, istəyər əynini daha qalın geyinir. O seçim özünündür. Seçim özünündür. Və yaxud da ki, məsəl üçün istilik sisteminin biraz dərəcəsini artıra da bilər. Bəli. Müxtəlif yolları var. Sadəcə pasiyent mütəxəssis göstərir ki, bu səbəbdən dolayıdır soyuqluq. İndi onun hansı formada həll edəcəksən, o sənin işindir.
Və hətta uşaqla bağlı deyirlər. Məsəl üçün uşağa mən həmişə deyirəm, valideynin uşağa eləyə biləcəyi ən böyük pisliklərdən biri onun suallarına cavab verməkdir. Hə. Uşağı hazıra, nazırlığa öyrətməkdir. Bir dəqiqə özür istəyirəm. Biz həmişə öyrəşmişik ki, deyirik ki, uşaqlara sual verməyə imkan yaradın, uşaqlar sual versinlər və bu yaxşıdır, suallarını bağlamayın. İndi siz də deyirsiniz ki, sual versinlər, amma sual cavab verməsinlər. Yox, suala biz cavab verməyək. Aha, Suallarını özlərinə qaytaraq. aha. Hə. Uşaqların səhvlərini özlərinin tapmağına kömək eləyək. Məsələn, uşaq səhv eləyib, məktəbdə gəlib falan səhv eləyib. Bir var ki, valideyn oturursan, sənin səhvin budur və salam. Tamam, rahat həldir, yox. Müasir psixoloq edir ki, uşağa imkan yarat ki, özü səhvlərini görsün. Nədir burada səhv? Başqa necə davranmaq olardı? Ki, uşaq özü gəlsin, çıxsın sonra ki, hə, mən doğrudan burada belə davrana bilərdim. Alternativ baxış deyirlər. Belə də davrana bilərdim, bu səhv oldu. Və yaxud uşağa deyin ki, mən təlimlərimdə buna çox təkid edirəm. Nəyi səhv etdin, yox, nəyi fərqli edə bilərdin. İnsan özünə də deyəndə, nəyi səhv biraz negativ səslənir, insan yüklənir. Nəyi düz eləmədim, yox, nəyi fərqli edə bilərdim ki, nəticə fərqli olsun. Psixoloq da pasiyentlə bax, məhz bu formada suallarını özünə qaytararaq, narahatlığını özünə yönləndirək. Sən özün burada necə düşünürsən? Bizdə müsəlman şərqində bəzən o tövsiyə xarakterli mövzulara aid alışıblar, gəlir müəllimin qəbuluna ki, mənə dinən falan. O biraz qəribə gəlir onlara ki, sən özün bu haqda nə düşünürsən? Deyir, mən düşünəcəkdimsə sizin qəbulunuza niyə gəlmişəm? Ona elə gəlir ki, hazır məvazı cavablar verməm getməli. Yox, sən özün bir hərəkət eləməlisən. Özündə düşüncə formasını dəyişməlisən, baxmalısan. Bəzən o qədər əziyyətlər olur prosesdə. Görsən, bir pasiyentim gəlmişdi. Köhnə məmur olub, 71 yaşı var idi, çox maraqlı. Onu sadəcə məni tanıyanlar yönləndirmişlər, o məni tanımırdı. O gəldi, qəbuluna oturdu. Təqribən 3-4 dəfə soruşdu ki, İlqar müəllim sənsən? Yəni buna deyiblər, bu fikirləşib ki, nə boyda, indi yaşlı adamdır falan. İnanmırdı ki, mən qəbuluma göndəriblər. Sonra biz başladıq danışmağa, psixologiya budur, baxın. Bu kişi başladı qıcıqlanmağa, əsəbləşir. Hətta bəzi yerlərdə bir canlı başlı adamı dedim, duracaq, ayağı tutacaq boğazımdan. Qayıt dedi ki, bala, bu necə psixologiyadır? Mən gəlmişəm, mən başlamışam narahat olmağa da, mən qıcıqlanıram. Ona elə başa saldılar ki, psixoloq layla çalacaq, sən orada sakitləşəcəksən. Mən ona suallar verirdim sadəcə, mövcud durumu ilə bağlı. Bəlkə buradan düşünəsiniz, siz tamamilə belə düşünürsünüz. Başqa bir, o fikirləşdikcə başqa variantları ki, özünün də payı ola bilər bu məsələdə, ona qızıq gəlirdi. Ona kimsə deyib ki, psixologiya odur, sən gedirsən orada rahatlayırsan, belə sakitləşirsən falan. Dedim ki, belə bir şey deyil. Bəzən narahat da olmaq olar. Özünlə üzləşəndə, öz səhvlərindən, xətalarından bu insana pis təsir edə bilər. Amma bu müvəqqətidir də, bura gedib çıxmaq lazımdır. Sonra onun içindən başı uca çıxacaqsan, həll eləyəcəksən. Bax, belə bir mürəkkəb, maraqlı və qəliz sahədir psixologiya. Son dediyinizə əsasən, elə insanlar adətən filmlərdə gördüyü, rəsmlərdə gördüyünə əsasən psixoloqun bir kreslosu olur, qarşıda bir kreslo olur və buna seans deyirlər və bu söz son illərdə çox məşhurlaşıb. Seansda, ilk seansda və ya növbəti seanslarda pasiyenti nə gözləyir? Pasiyent nəyə hazır olmalıdır? Əslində, müasir psixologiyada belə tərtib olunur ki, pasiyent gələndən sonra anamnez deyirlər. Yəni, pasiyentlə bağlı bir hekayə. Bu kimdir, hardan gəlir, hansı ailədə böyüyüb, müəyyən mənada uşaqlıq illəri, indiki mövcud durumu, nə işlə məşğul olur, bunu toplayırsan və sonra pasiyentə müraciət olunur ki, sən məndən nə gözləyirsən, bura niyə gəlmirsən, nə istəyirsən? Təəssüf ki, bu bəlkə inkişaf etmiş insanlara aiddir. Bəzən görürəm, pasiyent gəlib detal üçün gəlib. Bu məni sevindirir. Görürəm ki, əlləşib, kitablar oxuyub öz-özündə falan. Hansısa detallar çatmır. Gəlib məndən onu almaq. Amma bəzən olur ki, pasiyent gəlib ümumiyyətlə heç nə bilmir. Niyə gəlmişəm burada? Gəlmişəm də belə falan. Bu zaman söhbətlərlə, pasiyentlə söhbətlərlə onun əsas narahat eləyən şey nədir? Onun kökünü taparaq və onun üzərində düşünərək bir dənə məsələni masaya yatıraraq buna smart planlama deyirlər. Yəni, bəzən problem ona görə həll olunur ki, pasiyent istəyir ki, sabahdan adam olsun.
Bir Sabahdan tez, yəni bir gün dərhal baş versin, elə olmur. Bir şeyi, əsas məsələni masaya yatırırıq, onun köklərini araşdırırıq, onun üçün tapşırıqlar veririk və s. və s. O məsələnin öhdəsindən gəldikcə pasiyent, onda bir özgüvən də yaranır, digər narahatlıqları həll eləməyə. Şəxsən mənim dəstək xəttimdə instrumentlər verməkdir pasiyentə. Mən heç vaxt pasiyenti özümdən asılı eləmirəm və bunu doğru hesab etmirəm. Elə instrumentlər verirsən ki, pasiyent növbəti problemlərdə, narahatlıqlar zamanı özü də o instrumentlərin vasitəsilə o narahatlığın öhdəsindən gələ bilsin. Belə bir yolsuzluqdur yəni. İlqar bəy, insan özünü aldada bilərmi ki, güya məndə hər şey yaxşıdır? Siz bayaq dediniz ki, əksər insanların psixoloqa ehtiyacı var, ya öncədən müraciət edib qarşıdakı problemləri vaxtında təyin eləmək üçün, ya da ki, işdən keçib, xüsusən indiki dövrdə stres, gərginlik və bu bütün dünyada yayılır, pandemiya, müharibələr, bunlar hamısı çox ciddi problemlər yaradır insanlarda, devalvasiyalar və s. Yəni medianı açırıq, sosial medianı açırıq, ancaq negativ xəbərlər, insanlarda bu problemlər var, gərginlik var. Bəs bunun fonunda, yəni həqiqətən tam sağlam insan var və yaxud da neçə faiz insanı biz normal hesab eləyə bilərik psixoloji cəhətdən və yaxud da özünü alladan insanlar varmı? Bu çox qəşəng sualdır. Sağlam insan varmı? Mən xeyli əvvəl podkastların birində danışmışdım bu haqda ki, sağlam insan yoxdur. Özünü sağaltmış insan var. Gözəl. Gördüyümüz sağlamlar, çünki ümumiyyətlə doğulmaq özü bir travmatik bir vəziyyətdir. Dünyaya gəlmək. Biz bilmirik də, məsələn, müasir psixologiyada öyrənirlər. Körpənin, dünyaya gəlmiş körpə böhranı. O krizlər keçirir, bizim xəbərimiz yoxdur. Biz elə ki, elə dünyaya gəldi belə, o böhranlar keçirdir, sadəcə bizim ondan xəbərimiz yoxdur. Doğulmaq, yaşamaq, yeni mühitdə, yeni və s. və s. müxtəlif böhranlı, çətin bir durumdur. Mütləq ki, uşaqlar ta böyüməyə yaşa çatana qədər, hətta böyüyəndə də müəyyən vəziyyətlərdə insanlar müxtəlif travmalar alırlar. Mümkün deyil. Xüsusən də bizim kimi cəmiyyətlərdə hər yer travmatikdir də, cəmiyyət bir travma yaradır adamda, o birisi falan. Sağlam insan əgər görsək, mən həmişə deyirəm, o özünü sağaltmış insandır. Şəxsən məsələn, mən özümü götürsək, mənim psixologiya yönlənməyimin də kökündə bu dayanırdı. Özümdə müəyyən narahatlıqlar görürdüm və başa düşürdüm ki, bunları həll etməliyəm, sağaltmalıyım. Və bu mənim bir misramda vardı ki, ölənəcən davam edir doğulmaq prosesi, yonulmaq prosesi, böyümək prosesi. Bitdi deyə bir şey yoxdur da. Yeni-yeni görürsən ki, qabağa getdikcə yeni-yeni qatlar açılır, yeni-yeni məsələlər açılır və sən onu həll edirsən. Ona görə insan özünü allada bilərmi? Alladır. Alladır. Bunun müasir psixologiyada adı müdafiə mexanizmləridir. Müdafiə mexanizmləri nədir? İnsanın şuurunun, egosunun özünü qorumaq üçün yaratdığı müdafiə mexanizmləridir. Onların vasitəsilə insan özünü alladır. Məsəl üçün, kimsə mənə deyir ki, sən tənbəlsən. Burada rasionallaşdırma müdafiə mexanizmlərindən birinin adı belədir. İşə düşür və dərhal deyir ki, mən tənbəl deyiləm. Sadəcə mənim səhiyyəm, səhhətim buna imkan vermir, sadəcə falan belə özü üçün rasionallaşdırır, bəraət qazandırır. Müasir bizim dildə isə bəraət qazandırmaqda. Yəni bunlar müdafiə mexanizmləridir ki, insanın həqiqətən də onlar müdafiə etmək üçün yaranmışdılar. Var insanda. Halbuki indi görürük ki, böyük ölçüdə insanı məhvə aparan şeylərdən biridir. Yanlış istifadə. Yanlış istifadə. Bəli, ona görə xəbərdar olmaq çox vacibdir. Yenə qayıdırıq o misraya ki, ey özündən bir xəbər. Nə gözəl, nə böyük misradır. Ey özündən bir xəbər, qafil oyan insan eyni zamanda öz resurslarından bir xəbərdir. Məsələ budur. Bizim Nizami Kinoteatrında mən bunu danışmışdım. Bizim təlimimizdə. Məşhur bir müəllif var, Kinson. Onun bir gözəl əsəri var. Yol sənin içindədir. Orada oxumuşam bu pritsanı. Deyir ki, bir köşək dəvə balasına deyirlər, köşək. Köşək bir gün anasından soruşur ki, anacan, niyə bizim belə hürgüclərimiz var? Hürgüc də o dəvənin birində olanlar. Deyir ki, çünki biz uzun səhrada, uzun yollar gedirik, biz su ehtiyatı orada saxlayırıq və s. və s. Bundan dolayı bizə lazım. Deyir, yaxşı, niyə bizim boynumuz bəs belə uzundur?
Deyir çünki biz səhralarda uzun yollar qət edirik. Orada təhlükələr ola bilər, fırtına, qasırğa və s. ola bilər. Biz onu öncədən görməliyik, ona hazırlıq görməliyik. Ona görə bizim boyumuz elə uzun. Deyir yaxşı anasan, bəs bizim pəncələrimiz niyə belə enlidir? Deyir ki, ona görə ki, biz səhralıqda, qumluqda gedirik, bədənimiz də ağırdır, batmamaq üçün bizim pəncələrimiz yekə olmalıdır falan, iri olmalıdır. Uşaq qayıdır ki, ana, bəs onda biz zooparkda nə gəzirik? Zooparkda səndə o söhbət gedirmiş. Kinson bunu hekayəni yazandan sonra nəticə alır. Deyir ki, insan öz resurslarının fərqində olanda görür ki, yerində deyil. Aha. Çox maraqlı bir şeydir. Mən bunu İqtisadiyyat Universitetində danışdım nazirlərin qabağında. Dedim ki, insanlar ki, biz görürük ki, öz yerlərində deyirlər. Məsəl üçün də avaragörlər, bomuşlar, falanlar, çox da belə tənbəllər və s. Əsasən ona görə onlar öz yerində deyirlər ki, onlar öz resurslarından xəbərdar deyirlər. İnsan öz resursunu, öz imkanlarını görəndə başa düşür ki, bura mənim yerim deyil. Mən burada nə gəzirəm? Özündən bir xəbər olmaq, həm də özünün öz resurslarından, öz imkanlarından, öz qüdrətindən bir xəbər olmaqdır ki, sən nə işlər görə bilərsən, hara gedə bilərsən. Bəzən insanın özündən bir xəbərliyinin kökündə də müdafiə mexanizmləri dayanır, əngəlləyir. Çünki insan komfort istəyir, rahatlıq istəyir. Əgər öz resurslarından xəbərdar olsan, sən gərək məsuliyyət daşırsan, fəaliyyətə keçəsən və bu əngəlləyir və insan yerində sayır və inkişafdan əsər əlamət olunur. İlqar bəy, icazənizlə bir balaca bu məsələni mən xüsusən yeniyetmələr üçün indiki dövrdə də artıq yeniyetmələrin ixtisas seçimləri ərəfəsindəyik. Özünü tanımaq burada çox önəmlidir. Yəqin ki, siz də görmüsünüz, biz də şahid oluruq. Çox insanlar ixtisas baxımından öz yerində deyil. Və ona görə də xoşbəxt ola bilmir. Həm işində xoşbəxt ola bilmir. Və bu narahatlıqları ailəyə daşıyır, dost mühitinə daşıyır. Yeniyetmələrə, xüsusən hansılar ki, ixtisas seçəcəklər, həyatlarının çox ciddi bir mərhələsidir və bu ixtisasla bəlkə də həyatlarındakı yəni insanların böyük əksəriyyətindən daha uzun müddətdə yoldaşı olurlar da, təqaüdə çıxana qədər, bəzən daha sonraya qədər. Bir yeniyetmə, məktəbli, yuxarı sinif məktəbli, 10, 11-ci sinif, 9-cu sinif özünü necə tanımalıdır? Özünü tanımaq üçün bacarıqlarını tanıyıb o əsasda qərar versin ki, gələcəkdə də xoşbəxt olsun. Bu barədə bir, bəlkə də mövzudan biraz yayındıq, amma düşünürəm çox əhəmiyyətlidir. Əlbəttə, indi müasir dövrdə karyera skullar var ki, uşaq ora müraciət edib. Hətta yadımdadır, bir il əvvəl falan Türkiyədən bir mütəxəssislər gəlmişdi. Biz hətta qapı olaraq da istəyirdik ki, belə bir layihə olsun, qapı psixologiya mərkəzi olaraq. Ki, uşaqlar ora müraciət edir, müxtəlif mütəxəssislərlə vaxt keçirdir və s. və bundan böyük ölçüdə bilə bilir ki, mənim istiqamətim nədir, nəyə marağım var və s. və s. Amma bunların hamısı bir yana, bəzən hər kəsə mümkün olmur o karyera skullara getmək. İnsanın valideynlə birlikdə, müəllimlə birlikdə bütün bunları tapmaq mümkündür. Müəyyən konsultasiyalar var. Bu işlə məşğul olan insanlar var, onlarla gedib söhbətlər. Hətta biz öz uşaqlarımızda istiqamətləndirmişdik ki, tamam biz özümüz evdə nələr söhbət edirik, bunlar öz yerində, amma uşağın rahat hardasa orada söhbət eləməsi böyük ölçüdə məsələni həll edə bilir, amma tam da deyil. Təəssüf ki, həyat belədir. Bəzən sən yaşamadan başa düşmürsən. Yəni, bundan qorxmamaq lazımdır. Məsələn, mənim ilk təhsilim ilahiyyat təhsilidir. Mən bunu rahatlıqla deyə bilirəm. Nəyə görə? Çünki təcrübədən keçmişəm də. Mən 30 yaşından sonra psixologiya oxumuşam. Əvvəldən mənim marağım var idi, eşqim var idi, sevgim var idi, amma gəldim ömrüm bir çağında başa düşdüm ki, mən bunu həyata keçirməliyəm. Mən bunu sevirəm, mən bunu eləməliyəm. O qədər mütaliələr, psixoloji və s. və s. Yadıma gəlir ki, heç kim mənim yanımda deyildi. Hətta evin içindən belə. Haqlı olaraq da, yəni bu qədər oxumusan, 3 dənə uşaq, hələ indi yenə oxumaq istəyirəm. Dostlar ki, onlara müraciət eləmişdim ki, ən yaxşı universitetləri tapın falan. Onlar da laqeydlik göstərdilər. Hə, başa düşdüm ki, onlar da yola verirlər ki, lazım deyil də falan. Özüm düşdüm bir dostumla. Düşdük, axtardıq, tapdıq, əlləşdim, vuruşdum, imtahan verdim, qəbul oldum, oxudum. Və indi fikirləşirəm ki, həyatımın ən doğru qərarlarından biridir. Ən doğru qərarlarından biri. Bu nə deməkdir? Bu o deməkdir ki, insan yolda da başa düşə bilər ki, bu o deyil.
Bunu başa düşə bilər. Qorxmamaq lazımdır. Əsas burada nədən biz qorxuruq? İtirməkdən qorxuruq. Halbuki məsələn mənim belə deyirlər ki, Azərbaycanda bu sahədə yaxşı mütəxəssislərdən biri mənəm. Düşünürəm ki, bunda mənim həm də ilk təhsilimin təsiri var, böyük təsiri var. Mən həmişə deyirəm təlimlərimdə, bundan çəkinməyin, qorxmayın. Bir təhsil almısınız, heç nə itmir. Mütləq növbəti işinizdə, növbəti həyatınızda şuuraltı müstəvidə xəbəriniz olmadan daha müvəffəq olacaqsınız. İndi ümumiyyətlə hibrid yanaşma deyirlər. Deyirlər ki, dünyada elə bir təsir qoyan mütəxəssis yoxdur ki, o ən azı 2 sahəni dərindən bilməz. Mütləq bilməlidir. Ona görə bax belə bundan da çəkinməmək lazımdır. Bəzən təəssüf ki, insan yolda başa düşür. Nə qədər danışsalar, desələr filan, əminliklə gedir. Mənim nə qədər elə pasiyentlərim var. Gedirlər və yolda başa düşürlər ki, yox bu mənim deyil. Bu deyilmiş. Halbuki mütəxəssis də deyib ona, bax belədir filan da, amma istəyirdi də sevgi ilə, mənim sevdiyim şeydir, gedirəm ora. Bir şey də var ki, axı indi çox böyük sürətlə təzə sahələr, təzə elmlər, təzə şaxələr, budaqlar yaranır və ola bilər ki, mən məsələn 10 il əvvəl seçdiyim bir ixtisas, bir yön, bəlkə də mənim 5 il əvvələ qədər qane eləyib. Amma indi mən o yeniliyi görmüşəm, görürəm ki, mən orada daha effektiv ola bilərəm və sizin də nümunənizdə heç vaxt dəyişmək gec deyil. İlqar bəy, psixologiyadan danışdınız və çox maraqlı oldu ki, sizin həm də ilahiyyat təhsiliniz var. Bəzən psixologiyanı ilahiyyata bənzədirlər, bəzən qarışdırırlar. Çünki bunların hər ikisi qeyri-maddi məsələlər üzərində daha çox köklənir də. Yanaşmanız necədir? Yəni psixologiya, ilahiyyat, bəziləri deyir ki, tutaq ki, kainata mesaj göndəririk. Bunu psixologiya ilə bağlayırlar. Bir tərəfdən dindarlar da deyir ki, mən də dua eləyirəm. Və yaxud da indi digər məsələlər ola bilər. Yəni psixologiya, din, qarşılıqlı münasibətdə bunlar bir-birinə ziddirlər, yoxsa paralel fəaliyyət göstərmək olar? Psixologiyaya gediriksə dini tamam qırağa qoymalıyıq. Dindarlar ümumiyyətlə psixologiyaya yaxın durmasın kimi belə bir fikirlər də olub müəyyən kəsimlər tərəfindən. Sizin yanaşmanız necədir? Mən düşünürəm ki, psixologiya dinə ziddi demək, yaxud dindarın psixoloqa ehtiyacı yoxdur demək ki, bəzən bu çağırışlarda görürük. Sən dindarsan, sən nəyə lazım psixoloq, sən dua elə və s. və s. Bütün bu çağırışlar, bütün bu yanaşmalar o deməkdir ki, insanın nə psixologiyadan, nə dindən xəbəri yoxdur. Yəni dərin xəbəri yoxdur. Yarımçıq bilgi bizi belə həmişə toqquşdurur. Elm-din münasibətlərində də belədir də. Yarımçıqlar elə bilirlər ki, onlar toqquşur, halbuki toqquşmur. Həmçinin psixologiya və din. Ümumiyyətlə, psixologiya özü müstəqil elm kimi bayaq dedik ki, 19-cu əsrin ikinci yarısından sonra formalaşıb. Ona qədər fəlsəfənin və teologiyanın dinin daxilində öyrənilib psixologiya. Onun tərkib hissəsi olub. Əksinə, mən təəssüf ki, Azərbaycan cəmiyyətində belə fikirlər səsləndirir. Amma mən bir nümunə göstərim. Mən Moskva psixologiyanı oxuyanda, əksinə, mənim müəllimlərim indiyə qədər yadımdadır. Məsələn, professor Tamara Vladimirovna var idi. Təkidlə deyir ki, sən dini dərindən bilirsən deyə, sən hətta psixologiyada nəzəriyyə sahibi ola bilərsən. Çünki sən böyük ölçüdə çox şey bilirsən. Mən bəzi şeylər danışırdım onlara. Məsələn, emosional zəka mövzusu var. Yeni trend mövzusudur. Mən bəzi fikirlər, sitatlar deyirdim. İmam Əlidən, Peyğəmbərdən emosional zəkaya aid. Bunlar deyir ki, kişi, bunlar 14 əsr bundan əvvəl çözüb ki, məsələn, İmam Əli deyir ki, o qədər güclü olacaqsan ki, aramlığını, sakitliyini heç kim heç nə poza bilməz. Bu nədir? Emosional zəka da pikidir. Yəni sən emosional zəka baxımından o müstəviyə çata bilərsən ki, həqiqətən də səni heç kim, heç kəs incitməsin də. Bunları konsept halına salmaq. Müasir psixologiya belə elədir ki, bu fikirləri, bu düşüncələri gəldi, konsept halına saldı, necə etməli, yolları nədir və s. və s. Ona görə əksinə, yəni mən həmişə təlimlərimdə danışıram, ürəklə danışıram. Mən Empat Psixologiya Mərkəzində, APA-da, Amerika Psixologiyası, mən o qədər ürəklə danışırdım. Məsəl üçün, mövzulardan, nümunələrdən biri, mən praktik müstəvidə göstərirdim ki, onlara deyirdim ki, müəyyən asılılıqlar var ki, çox şiddətli olmayan asılılıqlar. Onları tutalım, pasiyenti Qurana and içdirərək də o asılılıqdan qurtulmaq olur. Mən praktikada bunu görmüşəm. Qırğın düşürdü, nə danışırsınız, dini qatmışsınız falan deyirəm ki, yaxşı, terapiyanın tərifi nədir? Terapiya deyir ki, insana
öz resurslarından istifadə edir, kömək etmək. Evet. İnanc bunun resursudur. Mən bir ateistə deyə bilmərəm ki, Qurana and iç. Amma adam görürəm ki, Qurana and içsə və salam da onun üçün çox mühüm bir əhəmiyyətli məsələdir. Və yaxud hansısa ziyarətgaha getsə, orada söz versə və s. Niyə bundan istifadə eləməyək? Mən deyirdim ki, burada bir nəfər bunu əsaslandırsa, mən fikrimi götürəcəm geridə. Buyurun mənə əsaslandırın ki, niyə yox? Axır bura gəlib çıxırdı ki, həqiqətən də burada heç nə yoxdur. Qəribə bir yad yanaşma var. Mən Əslində deyirəm bu ki, yox. xristianlarda da var da, Bəli, öz bəli, müqəddəs kitablarına çox dərin hörmət var. Dərin Mənim hörmət var. yadıma gəlir, bizim qonşumuz var idi, Rus idi. O da çox dərin hörmət eləyirdi. Yəni bu da onun bir resursudur. İndi müsəlmanda Qurandır, Eynən, eynən. xristiyanda da başqa bir kitab. Bəli, fakt budur ki, bu kömək ola bilir. Nə qədər insana tarix boyu hələ psixologiya var idi, yox idi. Qurana and içməklə insanlar nə qədər asılılıqlardan qurtulublar, nə qədər ailə münasibətləri düşüb qaydasına və s. və s. Ona görə bu resurslardan istifadə eləmək olar. Mən düşünmürəm ki, mən həmişə deyirəm ki, bunlar bir-birini tamamlayan bir şeydir. Din də psixologiyadan istifadə eləyir. Xətiblər psixoloq olmalıdırlar. Din alimləri psixoloq olmalıdırlar. Bayaq dediyimiz kimi peyğəmbərlər öz dövrlərinin gözəl psixoloqları olublar bu dediyimiz mənada. Həmçinin də necə ki din psixologiyadan istifadə edir, psixologiya da dindən istifadə edə bilər. Bunda heç bir problem yoxdur. Müəyyən fikirlər. Mən həmişə deyirəm, nəyə görə bizim Sokratdan sitat gətirməyimiz problem deyil, amma Quran-Kərimdən problem gətirməyimiz, sitat gətirməyimiz problemdir. Keçən təlimin birində auditoriya müraciət elədim. Dedim ki, Quran-Kərimdən ən sevdiyiniz surə hansıdır? Biri dedi belə, biri dedi çoxu cavab verə bilmədi. Dedim bu ayıbdır da. Məsələn, Azərbaycan ədəbiyyatından ən çox sevdiyiniz şeir hansıdır? Rahatlıqla bunu deyirik filan şeir. Nə bilim, hansı hekayə filan hekayə. Bu bizim kitabımızda, Quranımızda niyə bizim sevimli surəmiz yoxdur? Burada problem nədir? Bunu soruşmaqda ümumiyyətlə problem nədir? Niyə bir psixoloq bunu soruşa bilməz? Mən deyə bilərəm ki, filan tarix kitabında ən sevdiyiniz bəhs hansıdır? Bu problem olmayacaq. Amma mən buradan belə, yəni çox yanlış yanaşma var. Bunlar toqquşmur, bunlar bir-birini tamamlayır, döyüşdürmək lazım deyil yalançı olaraq. Bunlar eyni yerdə olanda, məsələn, mənim nə qədər pasientlərim var ki, deyir ki, müəllim, biz sizin podkastlarınızı, çıxışlarınızı izlədik və ona görə gəldik. Düşünürük ki, siz bizə kömək edə bilərsiniz. 5 dənə psixoloq da olublar. Mənəviyyatı bilməyən, o dərin dəyərləri bilməyən, qərbdən gəlmiş psixologiya. Mən empatda çox danışırdım ki, biz öz filtrasiyamızdan keçməliyik də. Psixologiya elmi Amerikada yaranıb da, belə deyirlər. Onu bütünlüklə olduğu kimi biz burada tətbiq eləyə bilmərik. Yaxşı mütəxəssislər olmalıdır. Mən dedim, mən hazıram buna, bu məsələlərdə əməkdaşlıq eləyə. Oturaq, məsələn, psixoloq-pasient münasibətlərində müəyyən kodekslər var da, onlar gözlənilməlidir. Mən empati psixologiya mərkəzində təkid edirdim ki, bu Azərbaycanlaşdırılmalıdır. Yəni, bu kodekslər Azərbaycan insanına uyğun deyil. Bəzi hissələrdə əlbəttə uyğunlaşdırılmalıdır və bu doğrudur, heç bir problem yoxdur. Necə ki, Azərbaycanın öz ədəbiyyatı var, öz mentaliteti var, öz falanlar var. Bu psixoloji məsələlər də olduğu kimi bizim cəmiyyətdə tətbiq oluna bilməz. Tətbiq olunanda bəzən fəsad verə bilir, təəssüf ki. Bütün bu məsələlər müzakirə olunmalıdır, yəni. İlqar bəy, vaxtımız çox sürətli keçdi, amma bir son sual vermək istəyirəm. Danışdıqlarımızdan, oxuduqlarımızdan belə başa düşdük ki, insan özünü tanımalıdır, psixologiyanı öyrənməlidir. Amma bir şey var ki, insan özü istəmədən öz davranışları digərlərinə təsir eləyir. Bayaq dediyiniz ana misalı, valideyn misalı, müəllim olsun, həkim olsun. Bizim belə düşünürəm ki, onda bizim əlavə bir məsuliyyətimiz var. Yəni biz həm də özümüzü ona görə inkişaf etdirməliyik ki, bəzən xəbərimiz olmadan, bəzən istəmədən başqalarına mənfi təsir eləməyək. Bu barədə yəni bizim fərdin özünün inkişafını bildik, özünü tanımasını bildik. Amma fərdin digərlərinə qarşı məsuliyyəti nədir? Bu da qəşəng sualdır. Mən daha genişləndirim təsirin dairəsini. Bir kompozisiya düşünün və onun içində zərbçilər olur. Bəli. Onlara müəyyən vaxtlarda tapşırılır ki, dirijor orada göstəriş verir ki, o zərb alətlərini bir-birinə vurmalıdır. Bəli. Müəyyən vaxtlarda. Konkret vaxtlar var. Düşünək ki, zərbçilər ürəyi istədiyi kimi vururlar o zərbləri. Və yaxud vurmurlar. İstəyəndə vurur, istəməyəndə vurmur, tənbəllik edir və s. Nə olacaq? Bütün kompozisiya pozulacaq. Təkcə onun işi yox. İnsan
dünya integrativdir. Yəni bir bütün şəklindədir. Hər şeyin bir-birinə təsiri var. Mənim tənbəlliyim təkcə mənim tənbəlliyim deyil. Bütünlükdə kompozisiyanı pozuram. Bütün nizamı pozuram. Bir hərəkətli, dinamik bir bütünün təsir edən bir hissəsidir insan. Dinamik bir bütünün təsir edən hissəsi. Nəinki qonşuya, nəinki dosta, yaxına, ümumiyyətlə bəşəriyyətə, ümumiyyətlə insanlığa, ümumiyyətlə kainata bizim təsirimiz var. Bizim yaxşı olmağımız da həmçinin. Bizim yaxşı olmağımız ümumilikdə təsir göstərir bütün kainata, bütün gedişata. Elə bir ki, iki dənə tərəzinin gözünü düşünün. Bir xeyir tərəfdir, bir şər tərəfdir. Özlüyündə bəlkə sənin gördüyün bu xırda iş bir şey deyil təkliyində. Amma düşünəndə ki, o tərəzinin xeyir tərəfinə atılır və səndən başqa olaraq xeyli atılanlar var. O Nupagadi multikində var, multifilmində ştan qaldırır, kəpənəyi qorur. Kəpənək effekti var, bu boşuna deyil. Həqiqətən də xırda şeylər necə bütün böyüklərə təsir göstərə bilirlər. Ona görə əlbəttə böyük məsuliyyətdir. İnsan düşünməlidir ki, mənim pisliyim təkcə məni əhatə eləmir, mənim ətrafımı əhatə edir, başqaları da var. Biz xeyli vaxt danışırıq. Uşaq dünyaya gələndə egosentrizm olur, egosentrik olur, yəni öz mərkəzçi olur və olmalıdır da. Öz mərkəzçi olur. Hətta araşdırmalar göstərir ki, məsəl üçün ana hamilədir. Ananın vitamin D-sini məsələn yoxlayırlar ki, aşağı səviyyədədir. Uşağınkini yoxlayırlar. Çox əladır. Yəni anadan da sovurub bütün vitamin D-ni. Çünki egosentrikdir. Yaşamaq üçün öz mərkəzçi olmalıdır. Amma sonraki mərhələdə ona başa salmaq lazım ki, başqaları da var. Valideyn egosentrizmlə empatiyaya keçirməlidir. Əlindən tutub necə valideyn uşağı yoldan keçirir, həmçinin keçirməlidir ki, uşaq bilsin başqaları da var və mənim başqalarına təsirim var, başqalarını incidirəm, başqalarına təsir edirəm və bu böyük bir məsuliyyətdir. Bu fərqindəliklə gəlməlidir məsuliyyət hissi. Ki, sən özündən ibarət deyilsən və sənin bütün davranışların başqalarına təsir edir. Eyni zamanda yaxşılıqlarımız da təsir edir və biz bundan zövq almağı bacarmalıyıq. Həmçinin. Və düşünürəm ki, mənim həyatımdır, sənə nə, sən kimsən, sən mənə qarışma kimi sözlər də əksər hallarda burada qüvvəsini itirir. Bəli. Kiçiklər, İmam Əlinin bir qəşəng sözü var, çox sevirəm bunu. Böyük, dərin psixoloji sözdür. Deyir ki, azı verməkdən çəkinmə. Heç verməmək ondan da pisdir. Azdan müdafiə. Mən bir yazmışdım, adını qoymuşdum. Azdan müdafiə. Maraqlıdır. Niyə görə azdan müdafiə? Çünki azı müdafiə eləməsək, məsələn, biz bugün bu gördüyümüz işi görməzdik. Çünki bu xırda bir işdir də. Bütün kainatdakı zülməti, qaranlığı, pislikləri nəzərə alın. Bizim gördüyümüz iş nə qədər ona təsir edə bilər ki? Amma İmam Əli deyir ki, çəkinmə, heç vermək ondan da pisdir. Mənim təqdimatımda, mən deyirəm, niyə İmam Əli belə deyir? Çünki bu az, böyük bir tərəzinin içinə atılır. Təkcə bundan ibarət deyil. Biz düşünsək ki, elə təkcə budur, biz bir bütünə təsir edəcək gücdə deyilik, müstəqilik, əlahiddəyik. Bizim bu gördüyümüz iş müəyyən müddətdən sonra həvəsdən düşə bilərik. Amma biz düşünməliyik ki, biz tamam ola bilər xırda iş görürük. Amma ümumi tərəziyə atırıq onu. Orada o qədər şeylər atılır və o tərəziyə təsir göstərir yəni. Çox təşəkkürlər İlqar bəy. Düşünürəm podkastımızın sonuna yaxınlaşırıq. Son olaraq ümumi psixoloji sağlamlıq üçün Azərbaycan cəmiyyətində vətəndaşlarımıza bir tövsiyə qismində nə buyurarsınız? Bayaqları dedik ki, psixoloqa kim müraciət etməlidir? Dedik ki, texniki baxış üçün hamı. Amma bunun kənarında bir neçə məsələlər də var. Yəni o şeylər olarsa müraciət eləmək faydalıdır. Məsələn, təkrarlanan problem deyirlər buna. Freud belə bir fikir var idi. Onun deyirdi ki, məsələ, onun məşhur bir kitabı var, yuxu yozmalar. Orada danışıb haqqda. Deyir ki, məsələn, biz yuxular görürük də, məsələn, bir gün bu yuxunu görürük, bir gün o yuxunu. Bunlar əhəmiyyətli deyil. Əhəmiyyətli olan mütəxəssis üçün, psixoloq üçün əhəmiyyətli olan təkrarlanan yuxudur. Hər kəsin bir təkrarlanan yuxusu var. Məsələn, mən davamlı olaraq uçuram yuxularda. Bunu təkrar uşaqlıqdan bəri görürəm. Bu deyir çox əhəmiyyətli. Təkrarlanan yuxular əhəmiyyətlidir. Spontan, gündəlik gördüyümüz yox. İndi təkrarlanan problemlər var. Qardaş, pasient gəlib deyir ki, müəllim, mən heç bir qızla ünsiyyət qura bilmirəm də, alınmır. Yəni 3 gün falan sonra 40 yaşım var, subay qalmışam. Bu problemdir. Mütəxəssis getmək lazımdır. Problem təkrar. Bir var ki, bir dəfə cəhd elədim, alınmadı. Bu demək deyil ki, problem var. Ola bilər falan. Amma hansısa sahədə, iş sahəsində eləyirəm, hamı kimi eləyirəm, belə alınmır da.
Zəhmət deyirsiniz, çəkirəm. O birisi bir problem hardadır? O düyünü görmək lazımdır. Bu misalı terapiya üçün mən həmişə deyirəm. Təzə ailə həyatı qurmuşduq. Ürəyim nabat istədi. Bizim tərəfdə nabat deyirlər də, o şəkər tozu ilə südün tərkibindən birləşməsindən yaranır, bişirilir. Ürəyim nabat istədi. Yoldaşıma dedim ki, mən nabat istəyirəm. Dedi ki, problem deyil, bişirim də. Nəsə bişirdi nabatı həqiqətən də. Təsəvvür edin, nabat bişib tavadadır. Biz onu görürük, amma biz onu tavadan çıxarda bilmirik. Yapışıb tavaya. Yəni başladıq vilka, çəngəl, nə bilim, şişir demirəm də, yəni çəkic gətirdim, kəlbətin, çevirmişəm, tavanı zaylədik. Oyulur, amma qopmur, çıxmır. Dedim, bəs belə, dedi ki, ev yoxdur, nə filan yadımdan çıxmışdı. Elə ikinci dəfə elədi, ikinci tavada zay oldu. Axır dedim, zalımın qızı bir zəngilədə bir adama öyrən, bu nə məsələdir? Axır zəngilədi, Allah ölənə rəhmət eləsin, rəhmətli anama. Ki, belə-belə, o da mehriban insan idi. Dedi ki, mama qurban, hər şeyi düz eləyirsən, hər şeyi düz eləyirsən. Əladır, elə olduğu kimi. Sadəcə dedi, bütün bunları etməzdən əvvəl tavanı 5 dəqiqə qızdır. Şuxda qoluyu bu, heç inanmırıq. Bunu yoxladıq, həqiqətən. Tavanı elə belə fırlayırsan, nabat özü tökülür yerə. Terapiya budur. O xırda kökü görmək. Kör nöqtə deyirlərdi. O məsələni görürsən. Ona görə təkrarlanan problemlərdə və yaxud səbəbsiz narahatlıq. Bir var ki, narahatlığım var və səbəbini də bilirəm. Bu başqadır. Bir də narahatlıq var, gərginəm, bir boşluqdayam, nəsə filan, amma səbəbini bilmirəm. Bu zaman mütəxəssisə müraciət. Yəni bunu tövsiyə kimi bəlkə yekə səslənir, amma çağırış eləyərdim Azərbaycan insanına ki, gecikdirməsinlər müraciət etməyi mütəxəssisə. Çünki vaxtındalıq çox vacibdir. Çünki bunu nəyə görə edirəm? Terapiyalarda gördüyümüz şişdən keçib, adam pis vəziyyətə düşüb, ailə pərdələr yırtılıb, vaxtında gəlsəydilər, bu cəhdə eləsəydilər çox yaxşı olardı. Bir inanan adam kimi terapiyalara, psixologiya elminə inanan adam kimi çağırış edirəm ki, əgər narahatlıqları varsa dediyimiz formada mütləq mütəxəssisə müraciət etməyə gecikdirməsinlər. İndiki dövrdə gənc ailələr, bir də valideyn-övlad münasibətlərində vaxtındalıq çox belə deyək, o pərdələrin yırtılması və yaxud da geri dönüş olmayan münasibətlərin yaranmasının qarşısını ala bilər. İlqar bəy, çox təşəkkürlər, vaxt ayırdınız. Çox maraqlı oldu. Mən düşünürəm ki, o dediyiniz azdan müdafiə, bu azı biz gərək çoxaldaq. Gələcək verilişlərimizdə də sizi yenə dəvət eləyərik. Dəyərli izləyicilər, hər birinizə təşəkkürlər. Bizi izləməyə davam edin.